Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Sizi 21-ci yüzyılın qadını proqramından salamlayırıq. Hazırda həmsöhbətim sahibkar xanım Günel Məmmədhəsənovadır və söhbətimizin gerisinə onunla davam edəcəyik. Günel xanım, xoş gördük sizi. Günel xanım, əlbəttə siz sahibkarlığa iddialı bir xanımsınız, biz bunu bilirik. Amma eyni zamanda bir fakt var ki, siz ailə biznesinin nümayəndəsiniz. Bu baxımdan mənim üçün maraqlıdır. Ümumiyyətlə, siz biznesa qədəm qoyanda, biznesdə özünüzü sahibkarlıqda realizə etmək istəyəndə valideynlər necə qarşıladılar bunu? Mənim də bir arzum idi gələcəkdə ki, hər hansı bir sahəni seçim, Azərbaycanımızı, onun iqtisadiyyatını, onun brendini bir brend kimi təbliğ edim. Uşaqlıq bir arzum idi və hər zaman da evdə də bildirirdim. Gün gəldi, yetişdi ki, mən bunu atamla, valideynlərimlə məsləhətləşdim. Təbii ki, bilirsiniz ki, analarımız hər zaman bizi daha mühafizəkardılar. Ancaq mənim həyat müəllimim, həyat təcrübəm deyərdim ki, mənə bu yolda böyük bir dəstək oldu ki, əgər bu istəyi sən hazırsansa, bu biznesi, ailə ənənəsini, ailə biznesini davam etdirəcəksənsə, bu meydan, bu da sən, buyur. Əl-ələ mən sənə dəstək Atanız dəstək oldu yəni sizə? Bəli, atam mənə çox böyük bir dəstək oldu, həyat müəllimimdir. Bu sahənin mənə böyük bir qapısı deyək də açdı ki, bu işdə sənə mən bu proyektdə görürəm. Və təbii ki, anam tərəddüd edirdi ki, müəyyən qadınsan, olmaz. Ki, mən anama da qınamırdım ki, bəli, şərabçılıq sahəsidir, məsuliyyətdir, təqdimatdır, bir qadın və bir şərab. Bu Azərbaycan mentaliteti, Azərbaycan mədəniyyəti, lakin bu işi mədəni, gözəl təbliğ edəndə, bir brend olaraq təbliğ edəndə, təbii ki, orada mən dəstəkləyirəm, Azərbaycan xanımı olsun, istər Azərbaycan bəyi olsun, işin bəy və xanımı seçimi olmur. Yəni, aslanın erkəyi dişisi olmur. Bəli. İstehsal etdiyiniz məhsullardan danışarkən, adını çəkmişkən, bu ötən illər ərzində neçə ildir artıq bu sahədəsiniz? Deyərdim ki, 20 ilə yaxın. 20 ilə yaxın. Bu, ötən illər ərzində şərab istehsalı qadın işi deyil deyən kəslərlə rastlaşdınızmı? Çox, əlbəttə, oldu. Və 20 il sonra, indi onlara bir sözünüz var mı? Onlara sözüm öz göstərdiyim fəaliyyətimdir. Azərbaycan brendini xarici bazarlarda təqdimatımdır. Milli brend olaraq sevərək onu canı könüldən təqdim etməyimdir. İnsan öz əməlindən, gördüyü işlərlə sözünü bildirər. Yəni, boş-boş danışmaqdansa uğurlular. Əməli iş önəmlidir. Əməli iş önəmlidir ki, yəni sən artıq bir Azərbaycan brendini, öz ölkəni layiqincə təbliğ etdikdən sonra bu işdə Azərbaycan şərabı olsun, istər sahə fərqi yoxdur, amma layiqincə təbliğ edəsən. Bəli, bəli. Azərbaycan qadını da güclü qadındır. Yəni o qadınlar istər tibb sahəsində olsun, istər İşlədiyi sahədən asılı olmayaraq. İşlədiyimiz sahədən asılı olmayaraq, əsas odur ki, sevərək və məsuliyyətlə onu layiqincə təqdim etsin, təbliğ etsin. Günel xanım, siz öz içinizdə mən artıq sahibkaram dediyiniz an neçə il fəaliyyətdən sonra baş verdi? Deyərdim ki, mən hələ də öz üzərimdə çalışıram. Hələ də ki, mən bilirsiniz, o sahə elə bir sahədir ki, sahibkar məsuliyyət, sahibkar sözü özü belə bir məsuliyyətdir. O sözü sən çox böyük məsuliyyətdir. Deməli, hər daima öz üzərində çalışmalısan, öz üzərində yeniliklərə açıq olmaq lazımdır, dərk etmək və sahibkar minalmış bir sahə deyərdim. Ayağını hər hansı bir addımda səhv atsan, demək olar ki, o minada batmış olarsan deməkdir. Lakin hər anda partlayışla qarşılaşa bilərsən. Hər anda bəli, partlayışla qarşılaşa Məcazi desək. Sual çox gözəl sual. Nə zaman siz özünüzdə dərk etdiniz? Mən etiraf elədiniz özünüzə ki, bəli, mən artıq sahibkaram. Günlərin bir günü məni yönləndirilər istehsalata. İstehsalata göndərəndə artıq baxırdım ki, heç bir şey bilmirəm. Ancaq bizi var nəzəriyyə, var praktika. Mən nəzəriyyəni gözəl bilə bilərəm, amma praktikam olmadığı təqdirdə mən onu özümə sahibkar qəbul edə bilmirdim. Yəni fəaliyyətə başladığınız ilk illərdən gedir söhbət. Bəli. Bəs mənə rəhbərlik bildirdi ki, Günel xanım, sahibkar olmaq, bu qədər ənənəni davam etdirmək istəyirsənsə, bu ailə biznesini davam etdirmək istəyirsənsə, sən ilk növbədə istehsal və torpaqdan başlamalısan.
torpaqda o məhsul necə becərilir, məhsullar necə yığılır, yığımdan sonra istehsalata necə qəbul olunur, məhsul necə qəbul olunur, o şüşələr, o taralar necə hamısı istehsalata yönləndi. Bunları sən bilməsən və mühasibatlıqda rəqəmlərlə işləyə bilməsək, yəni sahibkarın ilk növbədə onu aldatmamalıdır. Nə ətrafındakı işçiləri, nə onun heç bir kimsə. Sahibkar aldandısa demək olar ki, onun işi deməli sahibkar özü işinin başında duracaq. Bu o deməkdir. Sahibkar özünün işi başında duracaq. Yəni mən kresloda oturum, mənim işimi digər əməkdaşlarım icra etsin. Yox, sən özün bilməlisən öz işini, özün. Və bunu mən dərk etdim ki, doğrudur, çox doğru bir mənə belə deyim, tövsiyə olunubdur və mən bunu həmən dəyərləndirdim və 6 ay mən praktika keçdim Tovuzda, həmən istehsalatda. Geri döndükdən sonra artıq gördüm ki, yox, əvvəlki günellə hal-hazırki günelin arasında çox böyük bir dəyişiklik var. Ondan sonra artıq qəbul etdim ki, bəli, mən məhz indi mən sahibkar o sözü qəbul edə bilərəm ki, bəli, mənim artıq istehsalatdan da anlayışım var, mühasibatlıqdan da sənəd işlərinin icrasında da məlumatım var və qərara gəldim ki, özüm üzərində çalışım və yeni bir müəssisə təsis edim. Və həmin o müəssisənin 9 ildiki rəhbəriyəm. Günel xanım, yəqin ki, bu illər ərzində uğursuzluqlarınız da olub. Təbii ki. Onsuz olmaz yəni. Onsuz olmaz təbii ki. Yəni hədəfə çatmaq üçün insan həm büdrüyür, həm o çətinliklər olmasa, o uğursuzluqlar olmasa, insan o arzusuna çata bilməz. Bəli, bizi biz edən məhz o uğursuzluqlardır. Uğursuzluq deməzdim, çətinliklərdir, çətinlik deyərdim. Bu uğursuzluqlar sizə nəyi öyrətdi? Bu uğursuzluqlar deyərdim ki, ətrafımızdakı müəyyən insanlara öyrətdi ki, kimlərlə biz davam etməliyik bu işə, kimlərlə icra etməliyik bu işləri, kimlərlə biz bu layihələrdə bərabərik. Yəni, uğursuzluqlar olmasaydı bir sözlə, biz istədiyimiz nəticə əldə edə bilməzdik. Bəli, yəni ki, keçdiyimiz bəlli bir yolda uğurla bərabər uğursuzluq da bizi zaman-zaman qarşımıza çıxır, biz onu yaşayırıq və o da əslində bizi biz edən dəyərlərdir, belə deyim. Gənc bir xanım, sahibkar, iş qayğıları və sahibkar iki qat məsuliyyətlidir. Deyək ki, bir həkim xəstə ilə işləyir bir nəfərlə və yaxud da ki, bir müəllimə gedir, şagirdlərə dərs verir, gəlir. Amma sahibkar bütün orada işləyənlərin məsuliyyətini tərk eləyir. Bunun vergi tərəfi var, dövlətlə işləmək, satışı təmin etmək, beynəlxalq arenaya çıxmaq. Yəni ki, bu baxımdan böyük bir qayğıdır sizin üzərinizdə bugün. Və maraqlıdır, gənc xanım, ailə, uşaq, iş qayğıları. Bundan da ayrıca bir siz övladsınız, ananız var, ailə doğmanız var, dostlarınız var. Necə tarazlaya bilirsiniz zamanı? Mətənin xanım, çox gözəl sualdır, maraqlı sualdır, dolğun sualdır. Düşünürəm ki, bir sahibkar bu qədər işləri, övlad, ailə, valideynlər, onların qayğıları, hamısını vaxt çatdırmaq, xüsusən də işini məsuliyyətlə və ətrafındakı əməkdaşlarına qayğıyla yanaşmaq, təbii ki, bu bir məsuliyyətdir. Bu məsuliyyəti icra etməkdə bir sahibkarın özünün bir planı olur, planı, ritmi olur ki, bunlar hamısı plan şəklində icra olunmalıdır. Zamanı tarazlaya bilirsiniz? Zaman, əlbəttə. Bugün hər şeyi... Zamanı tarazlamayan sahibkar, yəni ki, həyatda mən düşünürəm ki, uğurunu qazana bilməz. Bugünün qadını sanki hər şeyi çatıran qadın mifini formalaşdırıb özündə. Siz də o nümunədən birisiniz, yəni belə çıxır. Deyərdim, bəli. Günel xanım, biraz da ümumiyyətlə qadınların, sahibkar qadınların uğurları, sahibkar qadın olmaq nə qədər asandır, çətindir. Bu məsələyə biraz da ümumi aspektdən nəzər salaq. Siz necə düşünürsünüz? Bugün sahibkar qadın olmaq nə qədər çətindir? Mətən xanım, qadının özünün məqsədi, hədəfi, qarşısına qoyduğu hədəf var, istək var ki, bəli, mən bu günləri özümü bu pillədə görürəm. Qadınların biznesin hansı sahələrində daha çox uğur qazanmaq potensialı var? Mətən xanım, bəlkə də siz də bunun şahidisiniz, izləyirsiniz, görürsünüz. Xanımlarımız var ki, gənc xanımlarımız var ki, onlar xidmət sahələrinə daha çox fokuslanırlar və özlərini orada uğurlu sayırlar. Yəni, istərdim ki, Azərbaycan xanımlarımız istehsalat
təbliğat sahəsinə də yönəlsinlər. Təbii ki, insan özünü harda daha çox və düşünürəm ki, daha çox hansı istiqamətdə uğurlu bilirsə, o istiqamətə də hədəflənir. Siz ümumiyyətlə necə düşünürsünüz? Ölkəmizdə qadın sahibkar olmaq nə qədər asandır və ya nə qədər çətindir? Asan heç bir şey yoxdur. İnsan özü öz zəhmətinlə, öz əziyyətinlə, öz hədəfinə çatmalıdır. Oturum mən deyim ki, mənə ay Allah bu günləri bir biznes yetirginən o mümkün ola bilməz. Sən o biznesi həyata keçirmək üçün müəyyən bir biznes plan qurmalısan. O biznes planın əsasında sən həmən o işi icra etməlisən, ətrafına əməkdaşlar topmalısan və bir işi əldə etmək üçün 2 il, 3 il bunun çətinliyi olur. 3 ildən sonra artıq sən görürsən ki, verdiyin o əkdiyin o fidanlar artıq sənə bəhrə verir. Və qadın sahibkarların bir-birinə mentorluq etməsi, şəbəkələşməsi nə qədər ümumiyyətlə önəmlidir? Nə qədər inkişafa dəstək verir bu kimi əməkdaşlıqlar? Mənim fikrimdir. Təklif edərdim ki, Azərbaycan qadınları ilk öncə mentorluqdan öncə deyərdim ki, bir-birlərinə paxıllıq etməməlidir, bir-birlərinin uğurlarına sevinməlidir, bir-birinin çətinlik vəziyyətində, hansı ki, ayaqları çətin bir vəziyyətdə ona dəstək olun. Mentorluq da təbii ki, mən istərdim çox sevə-sevə də qəbul edirəm, amma ki, bir-birini paxıllıq etməmələri və o bir-birinin uğurlarına sevinməsi elə ona bir-birinə dəstək deməkdir. Dəstəkdir. Yəni deyirsiniz ki, bir-birlərinə dəstək olmasalar da heç olmasa mane də olmasınlar. Təşəkkür edirəm. Vaxt ayırdınız, suallarımızı cavablandırdınız. Təşəkkür edirəm, minnətdaram kollektivə. Uğurlar arzulayırıq sizə. Uğurlar arzulayırıq. Bu qədər dəyərli izləyicilərimiz, son zaman kəsiyində həm söhbətim gənc sahibkar Günel Məmmədhəsənova idi. Biz sizinlə sağollaşırıq. Növbəti proqramda görüşmək ümidi ilə.